Xalq artistimiz Əli Qurbanov 80 ildən artıq səhnədə olub, 200-ə yaxın müxtəlif rollarda çıxış edib. Bəzi rolları bir neçə yüz dəfə oynayıb. Məsələn, Vidadi rolunu 700, Əzizbəyev və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa edib. 40 ildən artıq Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasının filmlərində də çəkilib. İlk dəfə 1928-ci ildə Hacıqara filmində Aşıq rolunu çəkilmişdir. Əli Qurbanov sonralar Kəndlilər, Almaz, Yeni Horizont, Səbuhi, Bəxtiyar, Doğma xalqıma, Mahnı belə yaranır, Qızmar günəş altında, Qaradaşlar, Ögey ana, Bir qalanın sirri və s. filmlərə çəkilib. Gürcüstanın əməkdar artisti Abbas Qurbanovun qardaşı, xalq artisti Mövsüm Sənani və Tiflis Azərbaycan Teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur.